Bu piroq dadına görə əsl cheeseburgeri xatırladır. İçlik o qədər şirəli, xəmir isə o qədər yumşaq olur ki, bir dəfə dadan resepti sizdən mütləq istəyəcək. Mayanı ilıq suda şəkərlə həll edib 5-10 dəqiqə gözlədirik. Duz, yumurta, yağ və un əlavə edib yumşaq xəmir yoğururuq. Qiyməni suyu çəkilənədək bişirib duz istiot səpib ocağı söndürürük. Soğanı yarım halqa şəklində, turşu xiyarı isə dairəvi kəsirik. Xəmirin 1/3 hissəsini kəsib kənara qoyuruq. Qalan hissəsini yayıb formaya yerləşdiririk. Əvvəlcə əti yerləşdirib üzərinə ketçup dökürük. Daha sonra soğanı, turşu xiyarı və ən sonda rəndələnmiş pendiri əlavə edib qalan xəmiri də yayıb üzərinə örtürük. Yumurta sarısı ilə süd qarışımını çəkib küncüt səpirik. Bişməsi üçün sobaya göndəririk. İlk cheeseburgerin tarixi təxminən 100 il əvvəl Amerikalı bir aşpazın ətin üzərinə pendir qoyması ilə başlayıb. İndi isə bu əfsanəvi dadı piroq formasında evimizdə hazırlaya bilərik. Siz də mütləq hazırlayın. Nuş olsun.